Qisası alınmış Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifəsidir. Bu fikirlər soyqırımın 31-ci ildönümü ilə bağlı Bakı Dövlət Universitetində keçirilən beynəlxalq konfransda qeyd olunub. Konfransda çıxış edənlər faciənin yaddaşlarda silinməz iz qoyduğunu vurğulayıblar. Bakı Dövlət Universitetində təşkil olunan konfransda tariximizə qanla yazılan Xocalı soyqırımının dəhşətlərindən danışılıb. Qeyd olunub ki, 613 nəfər bu misli görülməyən bəşəri cinayətin qurbanı olub. Xocalı soyqırımı ilə bağlı cinayət işləri də qaldırılıb. Eyni zamanda dünyanın bir sıra dövlətləri bunu soyqırım kimi tanıyır. Eyni zamanda misal demək olar Amerika Birləşmiş Ştatlarının bəzilərində də bu soyqırım kimi tanınmaqdadır. Xocalıya ədalət kampaniyası bildiyiniz kimi Leyla xanım Əliyevanın rəhbərliyi ilə bu proses də davam edir. 20-ci əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli qətliamlardan olan Xocalı soyqırımının bütün Türk dünyasının faciəsi olduğu xüsusi qeyd edilib. Bir milletin evladı olarak sevinçte ve kederde bir arada olduğumuz Azerbaycan halkının tarihinde yaşamış olduğu en büyük katliam ve soykırım acısını Türkiye'deki 85 milyon insanımızla beraber hissediyoruz. Ne mutlu ve ne gururluyuz ki şehitlerimizin kanı yerde kalmadığı, kısasının alındığı ve bir daha hiç kimsenin ne Türkiye'ye ne Azerbaycan'a böyle bir soykırım ve katliam yapamayacağı bir zaman diliminde yaşıyoruz. Özbəkistan və Azərbaycan tarixən bir-birlərinə yaxın dövlətlər olublar. Xocalı soyqırımda bütün dünya üçün faciəvi hadisədir. Əlbəttə, hadisə ilə bağlı anım tədbirləri həm Özbək, həm də Azərbaycan xalqı üçün əhəmiyyətlidir. O dövrdə vətən üçün canını fəda edən hər Azərbaycanlının xatirəsi biz Özbək xalqının qəlbində yaşayır. Konfransda prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində ordumuzun parlaq qələbəsi sayəsində Xocalı qurbanlarının da qisasının alındığı vurğulanıb. Rüstəm Mikayılzadə, Allahverdi Məmmədov, Rauf Məmmədov, AzTV xəbər.